Bismillahirrahmanirrahim. Elhamdülillah. Esselatu vesselamu ala abdihi ve rasulihi Muhammedin ve ala alihi ve sahbihi ve selleme teslimen kethira. En birinci Allah razı olsun. Davetimize göre Allah Teala sizden razı olsun. Allah süfrenizi həmişə bol eləsin və həmişə iftar süfrələrində ümumiyyətlə xeyir olan yerlərdə cəm olasınız. Allah'tan istəyirəm ki, Allah Teala necə bizi öz rəhməti və lütfu ilə bizi cəm eləyib burada. Eləcə də cəm eləsin bizi Peyğəmbər sallallahu aleyhi və səlləmlə, salihlərlə, öz cənnətində. Allah Teala buna qadirdir və heç nə Allaha mane ola bilməz və heç nə Allaha aciz eləyə bilməz. Allah Teala bizim dualarımızı qəbul etsin. Və elhamdülillah gözəl günlər yaşayırıq, gözəl gecələr keçirdirik. Allah Teala bizi müvəffəq etdiyinə görə, bizi bu gözəl günlərə çatdırdığına görə həmidlərə, şükürlərə, təriflərə layiqdir. Və Allah Teala yer üzərində və göy üzərində yeganə ilahdır. Ondan başqa ilah yoxdur. Təkdir və şəriki yoxdur. Və heç nə onun mülkündən qıraqda deyil. Və sən də, mən də, biz də Allahın mülkündən bir mülkük. Allahın mülkü genişdir, böyükdür. Allahın lütfü, Allahın bağışlanması, Allahın kərimliyi, Allahın əl açıqlığı olduqca böyük, olduqca. Bütün məxluqat səma və yer arasında, bütün məxluqat onun ruzusu ilə ruzlanır. Bu çox əzəmətli bir şeydir. Yəqin ki, sizlərdən kimsə tanıyır elə bir şəxs ki, bir neçə ailə onun əlinə baxır. Belə bir insanlar həmişə kərim insanlar sayılır. Belə insanlar həmişə əl açıq insanlar sayılır. Və o insanlar dinləndiyilir və unudulmur. Və daim zikirləri, xatirələrdə xeyirlə qalır. Sən təsəvvübə gətirirsənmi, Adəmdən bəri bütün insanları o yedizdirir və içizdirir. Bütün insanlar, bütün cinləri və bütün yiyib içməyi, ruzilənməyi bacaran, Allahın yiyib içmək və ruzi ilə qidalanmağa qüdrət verdiyi bütün məxluqlar onun ruzusundan ruzilənir. Gör, nə qədər kərimdir, nə qədər lütfkardır, nə qədər əl açıqdır. Və elhamdülillah elə birisindən nəsə istəmək və elə birisindən neysə qorxa istəmək lazım deyil. Onun lütfü genişdir, onun mülkü genişdir. Ona versə də sənə mülkündən azalmaz. Bəzən insan çox maddi durumu çox yaxşı olanda, birinə məsələn çıxardıb filan qədər bir şey verəndə hiss eləmir ki, onun pulu azaldı, hiss eləmir. Amma əslində həqiqətdə azalır. Nə qədər çox olsa da, mülkündən nə qədərsə azaldı. Amma hiss eləmir o adam. Allah subhanahu wa ta'ala verəndə mülkündən azalmır. Gör, o nə qədər kərimdir. O verəndə ki, hiss eləmir. O, yəni, yenə istəsən verər. Çünki o hiss eləmir axı. Allah subhanahu wa ta'ala o qədər genişdir onun ruzusu. O qədər genişdir onun lütfu. Ona görə bu günlər, bu zamanlar Allahın lütfündən istəmək vaxtıdır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Qüdsi hədisdə Allah Teala deyər, hər gecə dünya səmasına enər və deyər ki, kim ruzi istəyir, ona ruzi verir. Kim hidayət, doğru yol istəyir, ona doğru yola yönəldir. Kim acdır, onu doyuzdurur. Kim paltarsızdır, libassızdır, onu geyindirin. Və bilin ki, sizin əvvəlinciniz və axırıncınız, insanımız və cinnimiz, hamısı bir yerə yığışıb Allah'tan hərə öz ehtiyacını istəsə,
Allah hər ehtiyac sahibinin ehtiyacını versə, onun mülkündə heç azalmaz. Yəni, Allah bu qədər kərimdir, bu qədər lətifdir və bu qədər ruzi verəndir. Və həmçinin Allah bağışlayandır. Allah əff eləyəndir və rəhməti genişdir. Vəsiət rəhməti kullə şey. Rəhmətim hər şeyə əhatə elədir. Bəzən insan fikirləşir ki, görəsən Allah onu bağışlayar. Allah nəinki səni bağışlayar? Allah Adəmdən bəri bu günə qədər günah eləyənlərin günahlarını bir yeri yıxsan, nəinki sənin günahın? Adəm övladının, cinni və insli hamısının günahlarını bir yere yıxsan Allah'ın rəhmətin qabağında heç nədir. Nəinki sənin günah. Ona görə Allah böyükdür, kərimdir. Aydındır, yəni təsəvvür olunmazdır. Allah hər şeyi çox gözəl əhta eləyib quluna, çox gözəl verib, çox gözəl müraciət edib. Ya ibadi, ey qullarım deyib. Əgər belə olsa belə olun, əgər belə olsa belə olun. Başqalarından yox, məndən qorxun. Başqalarından ruzu yox, məndən istəyin. Başqalarına ibadət yox, mənə eləyin. Çağırıb özünə və sənə hər bir şeyin mülkü onda olduğunu xəbər verir. Hər bir şey. Rəhmət də deyir məndədir, əzabı da məndədir. Aydındır, biz isə və bəziləri isə görsən Allahı tərk ediblər. Başqa yerlərdən istəyirlər, başqa kəslərdən istəyirlər, başqa yerlərə gedirlər, əziyyət çəkirlər. Və kərim və lütfkar olan Allahı tərk ediblər. Allahı tərk ediblər, başqalarına gediblər. Allah deyir, Allahu xeyr. Allah mı xeyirlidir? Yoxsa şirk qoşduqlarınız mı? Ey ilahümme Allah. Allahla yanaşı bir ilah mı var? Sizi kim ruziləndirər? Əgər o ruzisini kəssə, əgər suyun kəssə, quraqlıq olar. Və elə dövrlər olub. Gəliblər peyğəmbərlərin yanına, salihlərin yanına. Ya Rasullar, ey Allahın Rasulları, dua ilə həlak olduq. Heyvanlarımız qırılır. Tarlamız həlak olur. Dua ilə Allah yağış endirsin. Allah yağış endirir. O qədər endirir ki, təlaf olur. Yəni, çox enirlər. Gəldilər ki, ya Rasulullah, getdinə saxlasın. Təlaf olur. Görsən, Allah bilir nə vaxt necə lazım. Elə bilmə, hər şey çoxu yaxşıdır. Bəzən çoxu zərərdir. Allah verən qədər yaxşıdır. Ona görə Allah sən istəyəndə vermir. Sənə lazım olanda verir. Bunu da dəqiq bil. Allah sən istəyəndə yox, sənə lazım olanda verir. Və Allah istəyən olur, sən istəyən olur. Lakin sən də Allahdan istə və bu gözəl günlərin, bu gözəl gecələrin yəni dəyərləndir, qədrin bil və istifadə elə. Xüsusən də yəni bu 27-ci gecəyə keçirik biz, artıq 26-cı iftar eləyəcəyik birazdan, 27-ci gecəyə keçəcəyik. Bunlar əzəmətli, çox əzəmətli günlərdir və yetər əzəmətliyinə ki, Allah Teala öz kəlamını bu gecələrdən nazlıdır. İnnə ənzəlnəhu fi leylətin mübarəkə. Biz onu, yəni Quranı, mübarək bir gecədə nazil etdik. Mübarək. Allah Teala 12 dənə ay var deyib, Tövbə surəsində. Buyurur ki, Allah qatında ayların sayı 12-dir. Onlardan 4'ü haramdır. Yəni haram aydır. Ramazan haram ay deyil. Şəninə ayə nazil olmuş, surə nazil olmuş ay isə Ramazandır. Haqqında şəhru Ramazan, Ramazan ayı Allah deyib, şəhru Ramazan, əlləzi unzilə fihil Qur'an, o ay ki Quran nazil oldu, dediyi aydır. İnnə ənzəlnəhu fi leylətil qadr, biz onu Qədir gecəsi nazil etdik. Və mə ədrake mə leylətul qadr, sən nə bilirsən Qədir gecəsi nədir? Leylətul qadr xayrun min əlfi şəhr, Qədir gecəsi 1000 aydan xeyirlidir. Tənəzzəlül mələikətu və ruhu fiyhə biizni rabbihim min kulli əmr. Mələklər və ruh, yəni Cəbrail, o gecə enir Allahın izni.
Böyle geceleri var. Selamun hiye hatta matla'il fecr. Seher açılana kadar o gece salamatçılıqdır. Yoxdur başqa bir ay barədə belə bir dənə sünnet. Və Qədir gecəsi dua ilə Allahdan, Allah sənin qədərvi xeyrə yazsın. Çünki Qədir gecəsində Allah Teala gələn Qədir gecəsinə qədər illik qədəri mələklərə ötürür. Ölüm mələyinə verir siyahı, ruzu mələyinə belə bölür. Allah'tan en xeyirlisini istəyir. Aydındır və istifade edək bu günlərdən, bu gecelərdən. Allah Teala bizim üçün asanlaşdırsın və rahatlaşdırsın. Bizdən qəbul etsin və Ramazanın sonunda da inşallah fitrə zəkatı verərik. Ramazanda olan naqisliklərimizi aradan qaldırmaq üçün. Həmçinin kasıblar evində bayram əhval-ruhiyyəsini görsünlər deyə. Fitrə zəkatı da bunun üçündür. Və təbii ki, bayram namazına qədər edilməsi lazımdır. Pulla olmaz. Pulla vermək şəriətlə qadağalıdır. Pulla versən sədəqə sayılır, fitrə zəkatından sayılmır. Allah hamımızdan razı olsun. Yenə süfrəmiz həmişə iftar süfrələri ilə bəzənsin. Xeyir əhli həmişə süfrəmizdə olsun. Allah necə cəm edib hamımızı burada, eləcə də öz cənnətində cəm etsin. Günahlarından bağışlanmış kəslər kimi peyğəmbərlərin və siddiqlərin və şəhidlərin və salihlərin yanında onlar gözəl dostlardılar. Və sallallahu aleyhi və Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kətirə. Allah razı olsun.